Şabran rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Vaz 21-015 markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində bax bu hissədən yoldan gəlib və idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan iki qardaş çox təəssüf ki, dünyasını dəyişib elə hadisə yerində. Qəza zamanı dünyasını dəyişənlər Şabran rayonunun Gəndop kənd sakinləridir. İki qardaş, biri Əmrəli dadı, digəri isə Elməddin və birinin 23 yaşı var, birinin də 28 yaşı. Qəzada dünyasını dəyişən Elməddin Vətən müharibəsi iştirakçısıdır. Döyüşlərdə iştirak eləmişdi. Hadisə şahidlərinin bildirinə görə onlar işə tələsirdilər. Bax bu istiqamətdə. Quba istiqamətində yerləşən soyuducu ambarda çalışırlar və səhər hadisə 9-a səhv eləmirəmsə 20-də işləmiş dedilər. Təxminən bu saatlarda olub. İlkin ehtimallar çoxdur. Yüksək sürət səbəb göstərilir. Qarşısına başqa bir körpünün üzərinə avtomobilin çıxdığını da iddia edirlər, amma tam dəqiq nə baş verdiyi hüquq mühafizə orqanlarının araşdırmasından sonra məlum olacaq. Bu istiqamətdən gəlib Vaz 21-015 və gəlib ağaca çırpılıb əks istiqamətdə qalıb. Çox ağır faciədir. Ölənlərə Allah rəhmət eləsin. Yolda olan sürücülərə də Allah kömək olsun.